Okey. Rekordumuzu qoşduq. Bunu da belə eləyim uşaqlar. İnşallah görsənir. Hə, əla. Deməli, bugünkü mövzu keçən dərslə bağlı sual var. Bir də soruşaq. Hətta mən sual verim. Deməli, uşaqlar, data tiplər deyəndə nə yadınıza düşür? JavaScript-də, ümumiyyətlə proqramlaşdırmada data tiplər nədir? Hansılardır? Alyon. Səsim gəlir? Ben. Nə oldu? Data types. Hello. Bax, bunlardan gedir söhbət. String, number. Biz bunların hələ hamısını keçməmişik. Bax, biz hələ bura girməmişik. Bura hələ döngülər, möngülər olar. O söhbətlərdən sonra girəcəyik. Yaxşı. Yaxşı. Bugün mövzusunu əslində bilirsiniz. Hardan bilirsiniz desəz, algoritmalardan. Məsələn, bir dənə proqramımıza girək. Res3 yazaq. Index atamalı. Main res. Burada skriptimizi də bağlayırıq. Sıraca. Bir dənə gözlə. Elvin qoşulub dərsə. Şey. Okey. Harika saklayalım. Tak uşaqlar. Bu arada bu nə üçün idi? Bu nə üçün idi? O kodun işlenmesi şey qabağına aldı. Comment. Kommentdə yazdığımız sözlər və ya kodlar nə eləmir? İşləmir. Bu arada tək line üçün olan 2 dənə slash yazırsınızsa, çoxlu yazmaq istəyirsinizsə, slash deməli ulduz hanı? Hə, ulduz slash. Artıq bunun içərisinə yazsaz, fikir verir, hamısı comment kimi düşür. Okey. Deməli, proqramlaşdırmada plus işarəsi. Bu nə idi? Nə üçün idi? Toplama. Cəbəyəm, başlayayım yazmağa. Sonra çıxma. Sonra slash. Bu nə idi? Bölmə. Ay, sağ ol. Sonra bəs bu nə idi? Vurma. Bunlar heç. Bunları bilirsiniz zaten. Düzdürmü? Bu arada bölmə deyəndə nə nəzərdə tuturuq? Məsəl üçün, gəl qarşısına bir dənə misalını da yazaq. Məsəl üçün, 10 böl 2, bunun cavabı 5 eləyəcək. Bu nəyə görə deyirəm? Məncə tutduz temanı. Sonra, bunları bildiniz. Bəs yaxşı uşaqlar. 2 dənə plus nədir? Bu yadınızda qalıb. Ben bir defa artık. Ay, sağ ol. Söz olaraq yadınızda qalıb. Söz olaraq da var idi. Belə deyək. Termin olaraq. İngilis dilində. Nə idi o? Kimin yanına qalıb? Səs yankı verdi bu arada. Ha. Nə idi? Heç kim? Tunar nə oldu? Ay Tunar, Elxan nə oldu? Bəli. Nə idi bu? 2 dənə plus nə demək idi? Decrement.
Yəni bir vahid artırmaq. Yadınızdan çıxıb. Yox. Amma hə. Məsələn, Bilirdim, hə, yadımızın məsəl çıxdı. üçün 5 plus neçə eləyir? Altı. Bərabərdir 6. Məsəl üçün. Yaxşı, heç olmasa bunu deyin. Bu məncə yadımıza düşər. Sonra Azaltma. Bir vahid azaltma. sözü səhv yazmışam. Increment. Increment decrement olmalıdır. Dekrement. My bad. Bir vahid azaltmaq. Məsələn, 5 çıx. Bu bərabərdir 4-ə. Bir vahid azalır. Okey. Daha sonra nəyimiz var? Hə, bunları artıq məncə siz deyə bilərsiniz. Bir bərabərlik. Bu nə idi? Bərabər. Bərabər. Mənimsətmək. Mənimsətmək. Bax, bu mənimsətmək sözünü məncə hələ də başa düşmürsünüz. Oxşatmaq. Mənimsətmək nə deməkdir? Gəlin bu söhbətə bir dəfəlik aydınlıq gətirək. Bu məsələ Oxşatmaq. artıq bağlansın. Nədir Əli? Oxşatmaq. Yox. Dəxli yoxdur. Məsələn, dəyişən yaradırıq da. Dəyişənimizin adı olsun A dəyişəni, yaxud X dəyişəni. Məsəl üçün, X Mən bərabər onu 5 mənimsədrik yazırsınız. etdim mənə. Nə? Onu nəyəsə mənimsədrik də müəllim. Aha, bəli. Bax, X bərabərdir 5. Bu nə deməkdir? Burada X nədir, 5 nədir? 5. 5 dəyərdir. Aha. X 5 təmsal. Ay, X sağ ol. dəyişəni 5 dəyərdir, X təmsal. X də bəli, düz dedi. X dəyişəninə 5 dəyərini mənimsətmək. Artıq X-in dəyəri 5-dir. Ay sağ ol. 2 dənə bərabərlik nədir bəs? Yoxlamaq. Müqasiyə. Yoxlama və ya müqayisə də ola bilər. İkisi də sinonim sözlərdir. Yoxlama və ya slash müqayisə sinonim sözlərdir. Müqayisə. Bu da nədir? Məsəl üçün yoxlaya bilərsiniz ki, X bərabər 5. Burada yoxlayacaq ki, X-in dəyəri 5-dirmi? Okey. Və iki bərabərlikdə bir dənə də özəlliyi var idi. Keçən dəfə dedim. Kimin yadında qalıb o? Belə bu cür yoxlamada dəyərə baxırıq, yoxsa tipə baxırıq, data tipə baxırıq? Yoxsa heç birinə baxmırıq? Data tipə baxırıq. Başqa? Düz deyir Uğur, yoxsa səhv deyir? Dəyərə baxırıq, yoxsa data tipə baxırıq? İlham eşitməmisən. Dəyərə. Müəllim hər ikisinə. Əli, bir dənə Əli düz dedi. Dəyərə baxırıq. Dəyərə baxılır. Sağ ol sən Əli. Dəyərə baxılır deyənə nə nəzərdə tuturuq? Gəlin bu söhbəti biraz aydınlaşdıraq. Məsələn, yazıram ki, yadda qalsın. Nağıl danışmıram, yəni bunlar dəqiq şeylərdir. Məsəl üçün, Y bərabərdir, siz 5 qeyd edirsiniz, düzdür? Burada da artıq Y-in dəyəri 5-dir, düzdür? Və sonra burada da müəyyən kodlar yazırsınız. Sonra bir də yoxlama lazım olur. Deyirsiniz ki, əgər Y bərabər 5-ə bunu uzatmıram, müəyyən kod parçası olacaq. Düzdürmü? Burada artıq söhbət Y-in tipindən, yəni number olmadığından getmir söhbət. Y əgər 5-dirsə, hətta uşaqlar, gəlin burada kiçik bir kod yazaq. Biraz haşiyə buradan çıxıram belə. Bura yazıram ki, let Y bərabərdir 5. Və sizə sualım olacaq. Deyirəm ki, əgər Y 5-ə bərabərdirsə, log elə
Belə bir şey yazsın. Y üzərinə gəlinsin. Bax bu belə yazılış stili mən eləməmişəm deyəsən indiyə kimi. Sonra belə eləmək istədim. Y plus deyirəm və bura y-in dəyərini yazıram. Bərabərdir yazıram. Else halında, yəni deyilsə, log eləyəcəm. Nəyi? Bərabər deyil. Hətta sizə bu gün elə bu yeri gəlmişəm, bu ilə bağlı bir şey göstərəcəm. Bu heç silabusda yox idi. Amma mən göstərmək istəyirəm. Okay. Konsol. Y 5-ə bərabərdir. Düzdür? İndi uşaqlar, deyəsiniz ki, onsuz da bildikdə əməlim sən kod yazanda bunun cavabını, düzdür? Amma məsələ elə deyil. Yaxşı, uşaqlar, mən gəlib bunu stringə çevirsəm, bu hal-hazırda stringdir də, düzdür, tip olaraq. Sizcə cavab nə olacaq? Bərabərdir yoxsa bərabər deyil? Hə? Deyil də. Turan dedi deyil. Hamı razıdır bu fikirlə. Eşləmədim mən nə idi? Burada cavab nə olacaq qısaca? Bərabərdir yoxsa bərabər deyil? Eşlənmədim nədir? Hə uşaqlar. Yəni bərabərdir məncə. Səbəb? Olduğu üçün qalacaq. Mənim reaksiyalarıma görə şey eləməyin, qərar verməyin. Gəlin baxaq. Hə, Bərabərdir. bərabərdir. Bax, yeniləyirəm. Bərabərdir. Bu düzdür də, hər şey okeydir. Bir dənə burada bir şey də baxım. Auto save açıqda hafifəm. İndi bərabərdir. Bəs yaxşı. Sizcə niyə bu məsəl üçün bu stringdir də, bu isə number tipidir. Məntiqlə bərabər çıxmamalı idi, amma bərabər də çıxır. Səbəb? Nə olsun? Çünki biz dəyərə baxırıq da. Dəyər də 5 y-də. Ay sağ ol. Bax, dəyərə baxmaq ifadəsi buradan gəlir. Başa düşdük indi. Uğur deyir ki, çünki biz 5-ə baxırıq. Dəyərə baxırıq. Data tipə baxmadıq ki, deyək ki, hə bu yanlışdır. Bəs yaxşı, bunu necə eləyək ki, bərabər deyil olsun cavab hal-hazırda. Rəqəmi dəyişmədən. Dəyişək. Hə? Rəqəmi dəyişmədən. Rəqəmi dəyişmədən. Bax, rəqəmi dəyişsək, siz deyəndir, bax. Rəqəmi dəyişsək belədir. Bəli, 5 4-ə bərabər deyil. Amma mən deyirəm ki, rəqəmi dəyişmədən bu mümkündür. Necə? Sizcə? Mən bərabər bilirsin. Bərabərlik qoya bilərik. Necə? Yuxarıda 2 dənə bərabərlik qoyaq da. Yuxarı dediyin sətrin nömrəsini denən mənə. 26. Burada 2 dənə bərabərlik. Sən bura ümumiyyətlə texniki cəhətdən 2 bərabərlik qoya bilmərsən. Çünki Yaxşı. bu mənim, biraz fikirləş. Düz 28-ə bir dənə bərabərlik. Necə? 28-ə bir dənə bərabər qoyaq. Bir dənə. Bir dənə qoyaq. Tamam, belə. Hə. Belə də düzgün olmur axı. Bu da texniki yanlışdır. Mənim 3 dənə bərabərdir. 3 dənə bərabərdir olmalıdır. Bunu əslində keçən dərs yox idin sən Əli. Yox. Keçən dərs olsaydı məncə sən cavablayardın. Canın yanmasın. Çünki Deyirsən ha. Yalnız dedim ki 3 dənə də səhv olacaq. Ya. 3 dənə bərabərlik. Demək, Aha.
Bu arada Əslində demək istəyirdim, sadəcə beyin dedi ki, yox, xeyr, bu səhvdir. 3 dənə bərabərlik ifadəsi JavaScript-də var. JavaScript-də var bu arada. 3 dənə bərabərliklə bir bərabərliyin fərqi nədir? Bu da yoxlamadır. Yoxlama və ya müqayisə. Bax, 2 bərabərliklə bura kimi eyni şeydir. Amma fərqi Amma data nədir? çıxıyor abi. Bu yoxlama həm dəyərə, həm tipə baxır. Baxın. Başa düşdünüz nə demək istəyirəm? Əgər buradakı 5-i də mən string eləsəydim, fikir verin, ikisi də stringdir. Bəli, bu səfər cavab bərabərdir çıxacaqdı. Gördünüz? Başa düşdünüz nə demək istəyirəm? Əslində asan bir şeydir. Hətta alqoritmalarda kimin yadına qalıbsa, mən bu haqqda demişdim ki, uşaqlar 3 bərabərlik də var və biz bunu JavaScript-ə keçəcəyik. Vaxt necə tez getdi bu arada? Yadınıza, dünən kimi mənim yadımdadır o sözüm. Kiminsə yadında qalıb o söz? Mən səhv eləmirəmsə o şeylər keçəndə bu vurma falan bərabərlik, 2 bərabərlik keçəndə dediniz ki, 3 bərabərlik də gələcək qabağımıza. Yes. 100% demişəm sizə. Çünki Bilirsiniz? hə 100% demişəm çünki demişdim ki, hətta bunu indi demirəm, amma vaxt gələcək bunu proqramlaşdırıb JavaScript-də görəsiniz bunu. Vaxt fikir verdiniz nətə gəldi? Mən indi 7-ci aydayıq da. Bəli. O vaxt 2-ci ay idi. Oyda. O vaxt 2-ci aydı. 5 ay keçib. Vaxt nətər tez keçib. Qocaldıq. Okay. Bu da aydındırsa, buna ilə bağlı əslində başqa misallar yaza bilərik. İstəyirsiniz bunu istifadəçisindən götürək. İstifadəçiyə deyək ki, prompt yazdım. Zəhmət olmasa inputa yalnız 5 yazın. Məsəl üçün. Biz də deyirik ki, məsələn, bunu belə eləyirəm. Birinci belə eləyirəm. 2 bərabərliklə yoxlayıram. Beş yazın deyir. 5 yazıram. Y 5-ə bərabərdir çıxır. İndi məsələ nədir? Amma burada Müəllim, rəqəm kimi 5 yazmışam. Nə? İstəyirəsən mənim 5 yazsaq nə olacaq? Nə? Orada şey eləyib, nəsə eləyib 5 yox 6 yazsaq səhv çıxacaq da. Y bərabər deyil mesajı çıxacaq. Sən yox. Bərabər olmayacaq. 6 deyil, bərabər deyil. Bəs yaxşı, istifadəçi gəlsə belə bir şey yazsa nə olacaq? Heç nə mənim. Nə, heç nə, bərabər deyil. Bərabər deyil də, yəni heç nə. Əslində məntiqlidir. Mən deyəcəyim ki, nəsə bir xəta, amma xəta mesajına ehtiyac yoxdur. Okey deyəm, məntiqlidir belə çıxmaq. Okey. Tamam. Bir dəqiqə bura keçim. Bərabərdir. Okey. Hə. İndi məsələ nədir? Bunu yenə 5-ə qaytarıram. Bəs yaxşı. Bunun əvvəlinə bir dənə nida qoyuram. Bu nə deməkdir? Deyil. Fikir verdiniz nidanı hara qoydum? Deyil. Bax, xahiş edirəm belə şeylər eləməyin. Bax, bu yanlışdır. Nida bərabər olmalıdır. Ben burada deyil ki Y 5'e beraber değil. Deyilsə. İndi cavab nə olacaq burada? Mənim 6 yazsaq düz çıxacaq, 5 yazsaq səhv çıxacaq. Amma burada məntiq xətası var. Bax, məntiq Ama xətası. orada 5 değilse çıkacak ki beraberdi. Ay, sağ ol. 5 olsa diyecek ki beraber değil. Bax, bərabər deyil, amma fakt 5 yazmışıq axı. Məntiq xətası var, bax. Bunu götürürəm, yuxarı atıram. Müəllim orada bir daha qoymusunuz. Aha. Hətta uşaqlar, gəlin sizə çox maraqlı bir şey göstərim. Deyən görüm yadımda qalıb o. Debug göstərmək istəyirəm sizə. Bura şey qoydum, bax. Üzərinə yazılıb. Nə yazılıb? Debug. Hə. Debug.
Debug nədir? Kodu bax, hər hansı bir yerə breakpoint qoyuruq. Hər hansı bir yerə yəni kodu dayandırmaq istədiyimiz yerə break point qoyuruq. Və kodu çalışdırırıq. Bu zaman kod bir dəfəyə yox, addım-addım işləyir. Bu çox maraqlı bir temadır uşaqlar. Debug qoydum. Yadımdan çıxmayıbsa, qoy eləyəcəm mən burada sizin üçün bir dənə debug. Şeydə biraz fərqlidir. Frontda debug biraz fərqlidir. Bunu hardan eləyirdik? Bir dənə onu yadıma salım. Bura gəlirəm. Network, application, security. Bu deyil. Konsoldan ola bilərmi? Burada konsol. Yadıma gəlməsə bir dənə 2 saniyəlik sörçəyib tapacağam. Hələ ki yadıma gəlmir açığı. Burada hardaydı debug? Bir dənə buran baxım tez. Debug in Google Chrome. Necə idi burada? Onun yerini göstər, tapsam. Hə, source-dan baxırdıq. Source. Ay sağ ol, source. Source hardadır burada? Elements, source. Hə, burada. Yes. Deməli, bunu işə salıram. Open file, yox. Aha. Okay. Hə, prosto bunu işlətmək üçün proyekti belə işə salmalıyıq. Burada işə saldım. JS3 dedim. Source'a gəldim. Bax, burada bizim göstərirmi debugımız? Aha. Göstərir. Bura okey. Burada mən bunu necə kodlaya bilərəm? Source. Aha. Əla. Uşaqlar bax, breakpoint qoydum. Biz artıq canlı kodun necə işlədiyini görəcəyik. Burada məsəl üçün biz baxırıq ki, y-in dəyəri 5-dir. Bax, compiler dediyimiz tema var, compiler. O söhbətlərə girməyim. Compiler nədir? Girəcəm. Başa düşün. Bu çox önəmli bir şeydir. Uşaqlar, compiler deyilən bir söz var. Eşidirsiniz? Səsim gəlir. Bunu ancaq backend oxumuş bir adam sizə deyə bilər bu sözü, bu ifadəni. Səsim gəlmir? Əli? Bəli. Mırtdaşmağa Mənim səsim gəlmir. Nə bilirsiniz? Nə bilirəm sual soruşmusunuz. Bilirəm nə? Nə bilirəm. Niyə deyirsən gəlmir? Başlamış. Nə bilirəm. Compiler nədir? Compiler bilsiz nədir? Məsələn, bir var, sıralama belə gedir. Kod və daha sonra biz nəticəni görürük də, düzdür? Amma kod oxunur, ortada bir dənə, artıq məsələn, kodu kompüter necə başa düşür? Çox maraqlı bir hadisə, sizə bir dənə sual verim. Bax. Kodu kompüter mən 1-2-1-0. Ay sağ ol. Ona biz nə deyirdik? 1-0-lara nə deyirdik? Yox. Onun bir Machine.
Machine. Maşın dili. Machine language. Bir dənə də başqa bir şey də Language. var idi. Nə idi o? Nə idi o? Bir dənə də var idi. Ancaq A Binary və onu deyə A hərfi, B hərfi. Binary code sözü yadımızdadır. Binary code. Yox. Ba. Binary axtarışa yazılan binary kod. Gör nə çıxacaq? Fikir ver. Buna bax. Diqqətlə baxmışam. 1 Vay vay. 0. Machine. Ben ona dedim. Bax, kod maşın dilinə çevrilir, ondan sonra kompüter onu oxuyur və biz daha sonra nəticəni görürük, düzdür? Bəs yaxşı. Bir dənə də sual çıxır. Bəs kodu binary language-ə binary koda və yaxud koda çevirən şey nədir? Desək, Moda bir. cavab compiler'dır. Compiler belə deyək, bizim dilə tərcümə eləsək, bildiyiniz tərcüməçi. Tərcüməçi Müəllim, kimi yadda gedin. saxlayın. Bir şəkil göstər. Tərcüməçi kimi Ay, yadda yaxşı. saxlayın. Elə bil ki, göstərəm. Compiler, məsəl üçün, machine language compiler machine language dedim. Görün belə bir şey çıxacaqmı? Assembler. Bax. Bir dənə şəkil göstərim. Bax. Source code. Arada bir dənə compiler var. Sonra onu maşın dilinə çevir. Bax. Compiler. Elə bir ki, siz Çin dilində bilmirsiniz, düzdür? Siz Çin dilində danışırsınız. Sonra bunu tərcüməçiyə verirsiniz. Tərcüməçi tərcümə eləyir Çin dilinə. Başa Çin düşdünüz? dilinden çok sevdim. Çin dili, Çin. Çin dili, Çin. Bizim neresi? Çünkü ben Çin dilinde darsız tercümesi diline tercüme edeyim. Bu məlumatı məsəl üçün belə deyək. Benim bu bizə bir silabus sıfırları elə- anlayan biri. Silabus elə şey Maşın yoxdur dili. ki, məsəl üçün deyilsin. Bu məlumatı məsələn yadda saxlayın uşaqlar. Şəkil də atdım. Çox önəmli məlumatdır. Siz orada artıq Ben maşın dili bilen var. nə? Maşın dilini bilen adam. Əvvəl var idi, indi yoxdur. İnanmır. Bəlkə də var. Əvvəl onsuz da kodlar maşın dilində, birbaşa maşın dilində yazılırdı da. Bəs necə yazılırdı? Onlar yazında 1-0 zaten Sadəcə yazıldı. 0-1-lərlə yazılırdı. Əvvəl elə idi də. Əvvəl dediyim şey yox, 5 il, 10 il qabaq yox. 80-ci illərdə zətdə var belə idi. 90-cı illərdə belə idi. Lap əvvəli də var təbii ki, proqramlaşdırma. Ondan sonra yavaş-yavaş şeylər çıxdı da, biraz yavaş-yavaş asanlaşdırdılar. Və nə baş verir? İndi biz burada hardan gəldik bu söhbətə? Buydu da. Fikir ver, kodu dayandırmışam burada və biz addım-addım debaqına nəzarət eləyə bilirik. Və burada fikir verin, idarə eləyə biləcəyimiz şeylər var. Bax, məsəl üçün burada nə var? Step over'dur. Mən bir dəfə bir vahid keçdim. Kod burada y-in dəyəri 5 idi. Müqayisə bizə müəyyən bir cavab qaytardı. Və o cavaba uyğun artıq təyin elədi ki, məsəl üçün 5 5-ə bərabər belə deyək də, biz deyildi nəticəsini qoymuşuq, amma 5 5-ə bərabər olduğuna görə kod bura düşdü, fikir verdinizsə, compiler. Və bir dənə də bir sətirdə getdim və avtomatik bizə artıq bu cavabı verdi konsola. Fikir ver, y 5-ə bərabərdir. Buradan siz debug'ı da artıq görmüş oldunuz. Başa düşdünüz debug'ı? Hə, uşaqlar. Debug nə olan şeydir? Sual verəcəm, ha, bunların hamısını. Okey. Daha sonra, bu böyükdür, kiçikdir məsələləri. Aha. Bunu deyək bu söhbətləri. Daha sonra. Bu nə idi? Böyükdür yoxsa kiçikdir? Böyük. Böyükdür. Böyük.
Kiçikdir. Kiçikdir. Kiçik. Aha. Bu Böyük nədir? bərabər. Böyük bərabərdir. Beraber. Böyük bərabər. Bunları artıq şeydən bilirik də, ona görə bizə rahatdır. İkisi beraber. İkisi beraber. Babalı görürük. Kiçik bərabər. Adam gələcəyi görür. Daha sonra. Hə, bu arada bizdə məsəl üçün tək bu yoxdur da. Ve veya ve veya ve veya. Yox, bunu Dayan deyil. da. Bax, bir bu var. Bu nədir? Deyil. Bərabər Bərabər deyil. Değil. Amma bəs yaxşı bu nədir? Beraberdi. Bu da bərabər deyildi. Fərqi nədir? Mən birincisi mən ikincisi yoxlayırdım. Qardaş, burada nə danışmışdıq? 3 bərabərlik, 2 bərabərlik. Müəllim, birincisi mənim sətmir, ikincisindəki yoxlamır, elə? Qardaş, ha bir dənə söz deyirəm. Bu deyili silirəm, bərabər deyə yazıram. Bu nə idi? Yoxlama. Yoxlama deyildi. Ha, yox. Amma nəyə görə Bərabərdir. yoxlayırdı? Dəyəri yoxlamırdı. İndi eyni şey də bərabərdir deyil, yoxlayırdı amma. Bərabər deyilmi? Hə, tamam, belə yazın. Yalnız dəyərləri yoxlayır. Mən bərabərsən ağarı. Bərabər deyilmi? Necə? Mən deyirəm bərabərdirsən ağarı. Qardaş, o məntiqə görə dəyişən bir şeydir, ürəyim. Bax, məsəl üçün, y 5-ə bərabərdir. Y 5-ə bərabər deyilsə, bax, deyilsə demişik. Əgər bu şərt doğrulandısa, bərabər deyil deyirik. Düzdürmü, ürəyim? Amma bərabərdirsə, bura düşür. Başa düşdün? Yoxlamamızın şərt. Bax, bu bizə true versə, if-də məsələ nədir? If-də bu yoxlama. Bu arada orada yazdığımıza göre benim beraber desem benim beraber değil yazır. Bu kod oxunacaq. Bax, başa düşdük bunu. Əgər nəticə true'dursa. İndi burada da biz deyirik ki 5 bu yoxlamada bax, bu yoxlamanın tərcüməsini yazıram da elə bir ki 5 5-ə bərabər deyilmi? İndi bura 5 5-ə bərabər deyil. Hə? Bərabərdir. Bərabərdir. İndi nəticə nə olacaq? Birinci. Yox, Bunu ikincisi. bu arada ilk dəfə səni qınamıram bu arada. İlk dəfə görəndə adama biraz şey gəlir, qəribə gəlir də. Nə əlaqədə bu şey? Gözü bir dənə buna girim. Bax. Oy, sorry. Bu debug'ı, sorry. Biz debug'ı bağlamamışıq uşaqlar. Bax. Biz bura breakpoint'imizi yığışdırmadıq deyə bu hər dəfə bura düşəcək. Всё. Y 5-ə bərabərdir demişik. Bax. Amma mən gəlib bura 3 belə qoysaydım nə olacaqdı? Nəticə dəyişəcəkdi yoxsa eyni? Kim deyər? Bu çox maraqlı sualdır. Ha, eyni. Değişəcəkdi. Qardaş, eyni niyə dəyişir ki? Çünki bu da number'dır. Tip olaraq da. Tip olaraq. Bax. Data type nədir bunun? Data type. Number deyil. Bu da number deyil. Əgər sən belə olsaydı, bax belə olsaydı, bərabər deyil. Bəli. Çünki bu number'dır, bu stringdir tip olaraq. Dəyərləri bərabərdir amma. Başa düşdük? Qəliz olmadı. Burada bax burada elə bir ki 3 sən bərabərlik yazmısan, bax. Bunun birini silib nida yazsın. Nida da deyil deməkdir, bax. Nida deyil deməkdir. Yəni sən o şərti əksinə çevirirsən. Başa düşdük? Bu sual var bu arada. Xeyr.
Şey yazsaz, tapşırıq yazanda başa düşərsiniz. Ona görə bax ilk vaxtlarda məsəl üçün mən görmürəm, amma öz vicdanınıza qalmış bir şeydir. AI il məsləhət deyil. AI ilə eləsəz tapşırıqları heç nə başa düşməyəsiniz. AI sonradan onsuz da işlədəsiniz, amma öyrənən vaxtı lazım deyil. Mən buradayım da, nə sual oldu dinən də bəs. Bunları bildik. Məntiqi operatorlar. Bunlar yadımızda qalıb və ilə və ya. Hə? Bəli. Deməli, hətta biz o vaxtdan belə yazırıq. Və deməkdir. Sorry. Bu da nə? Və ya. Və ya. Bunlar məntiqi yadımızdadır. Siz bir dənə test eləyək. Mənbədə hər ikisi olmalıdır və ya da ikisindən biri. True və true. Cavab nədir? True. 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 True və false. Cavab False nədir? ver. False. False. Yo, true'ydu, true. Çünki vədə hər iki tərəf true olmalıdır ki, cavab true olsun. Tərəflərdən biri false-sa cavab false-dur. Yaxşı. True və ya true. Cavab nədir? True. 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 Yaxşı. False və ya true. 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 Yaxşı. True və ya false. True. Ay sağ ol, başa düşmüşük. Çünki və ya da tərəflərdən biri true'dursa cavab true'dur. Yaxşı, sizə bunları bilirdiniz də onsuz. Biraz qəlizləşdirək işi. True və true və ya false. Cavab nədir? Kim Mən desə? true. False. True. False. True. Mən Mörtəzənin içindən true çıxır, true ilə də və true verdim. Cavab true'dur, bəli. Çünki nəyə görə? Düzdür. Bu mörtəzənin için bizə nə verir ən sonda? Günün sonunda nə verir? True verir. False. True və true Ha, bizə true. nə verir? True. Başa düşdük? True. Ay sağ ol. Məncə artıq səbəbi siz bilirsiniz ki, biz niyə belə bir şeylər keçirik, ümumiyyətlə niyə bir şeylər öyrənirik? Çünki bu yoxlamalarda bizə elə bu işlər yarayır. Yoxlama demişkən, gəlin if-i də bir dənə aydınlaşdıraq və ondan sonra tapşırıqlara başlayaq. If nədir, nə işə yarayır? Nə? Bəlkə fasiləyə çıxaq müəllim. Əslində olar. Fasiləyə çıxaq if haqqında da 5 dəqiqə danışın, tapşırıqlara başlayaq. Yaxşı. Bir dənə bunu da bitirək, ondan sonra tapşırıqlara başlayaq. Nə idi? Biz nə danışırdıq? Yaddan çıxdı. Bir dənə bir şey deyəcəydim. Nə deyəcəydim? Hə, if məsələsi. If məsələsini deyirdik. If məsələsində nədir uşaqlar? If məsələsində bu if nədir? If əgər deməkdir. Biz bura hər hansı bir yoxlama eləmək istəyirik. Məsələn, y 5-ə bərabərdir deyirik. Əgər bu bizə true versə, o zaman bura nə yazırıqsa o kod işləyəcək. Məsələn, loga veririk, true verdi deyirik. Və else yazanda da əgər şərtimiz ödənmədirsə, false oldusa, bu zaman false verdi deyək mesaja. False verdi. Bax. Gəlin bir daha bunu yoxlayaq. Burada açmışdıq. Harda açmışdıq? Bax, true verdi. 5 5-ə bərabər olduğuna görə bu bizə true verdi. İndi bunu məsəl üçün 4 eləyək. Bu bizə false verdi. İndi burada mən demək istəyirəm ki, məsəl üçün, əgər bəs burada çoxlu şərt olsaydı nə olardı? Yəni biz bura tək
2 dənə true false yoxdur. Əgər çoxlu şərtlər yazsaydıq, məsəl üçün bəlkə y 0-a bərabərdir, düzdürmü? O necə eləyə bilərsiniz? Əgər siz çoxlu şərt yazmaq istəyirsinizsə, o zaman nə edə bilərsiniz? Bura yazırsınız else if. Else if məsəl üçün y 0-a bərabərdirmi? Else if-dən sonra mütləq ki mötərizə açılır if kimi. Və yenə skopkamızı açırıq, bura kodumuzu yazırıq. Məsəl üçün y tutaq ki 0-a bərabərdir. Başa düşdük? Bəs yaxşı müəllim, bu if neçə dənə yaza bilərəm, else neçə dənə yaza bilərəm, else if neçə yaza bilərəm. Bu if ilə else əgər bir kod parçasında yalnız bir dəfə yaza bilərsiniz. Bir dəfə if ola bilər, bir dəfə else ola bilər. Amma eyni ifin içərisində çoxlu sayda else if yaza bilərsiniz. Yəni bunun çoxlu sayda eləyə bilərik. Bax, bunu belə yaza bilərik. Yaxşı? Okeydir bu? Başa düşdük? Bəli. Amma bu ifi əgər eyni yerdən söhbət edir. Yəni mən məsəl üçün qayıdıb başqa yerdə if yazmaqdan söhbət etmirəm. Bunu eləyə bilərsən, bax. Bunu eləyə bilərsən. Bu okeydir. Mən eyni yerdən söhbət edirəm. Bax, eyni kod Müəllim, biz parçası. eləyə bilərik ki, müəllim, məsələn 50 ilə 30 arasındakı rəqəm dirsə true versin, məsələn, şey versin. Çox asan. Bərabərdir versin. Çox asan. Necə eləyə bilərsən onu? Məsəl üçün 50 ilə 30 dedin, hə? Bir dəqiqə gəl şərtimizdə yazaq. Bəli. Y əgər y 30, indi birinci kiçik rəqəm deyək də, 30 və 50 arasındadırsa, bu necə yaza bilərsən səncə? Müəllim o bayaqki kodu var idi. İki dənə xətti yan-yana. Birini 30-dan böyük eləyəcəyik, birini də 50-dən kiçik Bunu eləyəcəyik. 100% elə fikirləşib ki, biz belə yazacağıq da, bir-bir yazacağıq. Xeyr, onu bir-bir yazmağa ehtiyac yoxdur. Necə düşünə bilərəm? Nə? Mən ki, müəllim, kodun içində yazaq ki, 30 kiçikdir, 30 kiçikdir rəqəmdən 50 böyükdür Ay, rəqəmdən. sağ ol, elə yazırıq. Sən bu 50 dəqiq. Hə. Görüşürsən. JavaScript-i partladır ha. Bəli. Məntiq doğrudur. İndi keçək kodun yazılışına. Burada deyirik ki, əgər y böyükdürsə, hətta bir dəqiqə 30 daxildir, daxil deyil. Çünki ondan da şey asılıdır. Daxil Deyil. Daxil deyil. Deyilsə belə Daxil yazırıq. olsaydı bərabərlik şəraiti qoyardıq. Bərabəri olsa, aysa bilirsən, əla. Y böyükdürsə 30-dan və fikir verirsə və yazsın. Y kiçikdirsə 50-dən. Başa düşdük bunu. Bunları silim. Ay sağ ol. True verdi. İndi burada rəqəmimiz 4-dür. Cavab nə olacaq? False. False. İndi rəqəmi dəyişirəm. Məsəl üçün 40 qoyuram. True. True. True verdi. True. Yox, sən deyən yoxlamanı bu cür yazmaq olar. Bu vələri və yaları bax sırf bu səbəbdən biz bilməliyik ki, nədir bu? Bəs yaxşı. Bəs yaxşı. Bura məsəl üçün 20 yazıram. Yaxşı, 20 yazıram. Cavab nə olacaq? False. 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 Bəs yaxşı. Cavab nədir? Mən düz deyil axı, düzgün yazılmayı bax. Qardaş, mən soruşmuram ya düzgün. Yox, texniki cəhətdən heç bir problem yoxdur. Cavab nədir burada? Mən false da. False da. Səbəb? Mən 30-dan kiçikdir çünki. True verdi. Səbəb? Yəni və ya axı. Uşaqlar, Mən və yayıram sonra. bax yadınıza gəlirsə, biz burada demişdik. Bax, burada bunu tərcümə eləyək. Y böyüksə 30-dan. Burada y-imiz 20-dir, düzdür? Deməli, deyirik ki, elə bil ki, belə bir şey çıxır ortaya.
20 böyükdürmü 30-dan? 20 30-dan böyükdür. Bizə nə verir cavab? Olsun. False. İndi Plus. yaxşı. Davam edirik. Müqayisə davam edir. 20 kiçikdirmi 50-dən? Cavab nədir? True. Cavab doğrudur. True. İndi belə bir şey alınır. False və ya true bizə cavab nə verir? True. True. Bax bu səbəbdən də kod bloku bura düşür və cavab true verir. Aydın oldu? Əslində çox asandır. Sadəcə məşq eləmək, belə deyək də, səbəbini bilmək, səbəbini araşdırın həmişə ki, hə bu işlədi, hə yaxşı, niyə işlədi? İşləmirsə niyə işləmir? İşləyirsə niyə işlədi? Bax o da çox əhəmilidir ha o sual. Sən kod yaza bilərsən, hər şey düzdür, amma heç bilmirsən nə yazmısan, niyə yazmısan. Ya ona görə deyirəm ki, işləsə belə yenə də niyə sualını verin ki, bu niyə işlədi ümumiyyətlə? Səbəb nə idi? Okay, bu da okeydirsə, tapşırıqlarımıza başlayaq.